Niye susmalısan? Dünyanın en güclü insanlarının ortak xüsusiyyətləri nədir bilirsinizmi? Səssizlik. Bir müzakirə zamanı qarşıdakı insan sənə cavab verəndə dərhal ona sual və ya qarşılıq vermə. Gözlə. Danışmağa başlama. Sadəcə 3-4 saniyə gözləyirsən, susursan və diqqətlə gözlərinin içinə baxırsan. Bu səssizlik qarşı tərəfdə narahatlığa səbəb olacaq. Nəyə görə? Çünki o artıq beyində suallar yaranmağa başlayır və o özünü daha çox izah etməli olacaq. Yəni hətta bütün sirlərini belə açıb ortaya tökməyə başlayacaq. Ona görə də deyirlər, danışmaq bürüncdürsə susmaq qızıldır. Səssizlik əslində boşluq deyil, səssizlik bir hakimiyyətdir. Yəni